Sənin üçün çox darıxmışam. O səsin, nəfəsin mənə sarılır. Burada çarəsizcə lap usanmışam. Sənsizlik ruhumu candan qoparır. O qədər əzabın, qəmin içində yeni bir dərd demə qəlbə sarılır. Sən mənim ömrümün anlamı ikən, o günlərin belə qəbri qazılır. Səninlə dünyanın xoşbəxti idim. 70 günü ötdü gedişin ana. Candan dəyərlimi o gün itirdim. Mən də girdim sənlə məzara, ana. Qəlbinə həmdəm tək məni sanardın. O çağlar saxlıdır sənli ruhumda. Səninlə yaşanan tam 41 ilim. Onları özünlə apardın, ana. Sən Quran oxudun, ibadət edib, abrı, isməti qoruyan zaman, mən sənin qəlbini cənnətim bilib, sən yanıb ömrümə nur saçdın, anam. Məni məhv eyləyir cismən yoxluğun, evimizə gəlirəm hər gün ümidlə. Titrəyir zavallı, həsrətli əlim, qapını döyürəm, açarsan deyə. Xeyli dayanıram qapı dalında, nə olar açardın yenə də ana. Soyuq tər bürüyür vücudumu da, axı titrəyirəm soyuqda, ana. Çarəsiz bir qulsaq, nə edək indi? Bir idi pənahımız ikimizin də. O tək yaradan, həm tək can alan ki, dirildəcək mütləq hər kəsi yenə. Gözlərdən pərdəni çəkdiyi zaman, hamı tanıyacaq yerini. Orada səninlə əbədi qovuşacağam. Cənnətdə, Allahın izni ilə ana. Xəstəliyini ilk bilmişdim onda. Bu dünya hərləndi başıma mənim. Təslim olmamaq üçün səy etdim, amma puç oldu həyati vacib ümidim. Biz nə diləklərlə getmişdik ora. Mən səni necə də inandırmışdım. Özüm isə əslində ölmüşdüm. Daha ən son ümidimdi bərk sarıldığım. Ana, indən daha mənim ömrümdə, yaşantımda cismən olmayacaqsan. Bir ömür qalacaq mənim özümdə, nəfəsimdə mənlə yaşayacaqsan. Ən böyük təsəlli zaman özüdür. Bizi bir-birindən ayırdı, amma o yaradılandan öz işini görür. Onunla gələcəyəm məhz mən yanına. Səbr eyləyəcəyik ikimiz, yalnız ya ədin, ya nəyim, ya da ki məva. Allahın izni ilə bəlkə də Firdovs cənnətinə daxil olmaq üçün ana.